من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين والصلاة والسلام على سيدنا محمد وآله الطاهرين محمد وآل محمد واللعنة على أعدائهم أجمعين من الآن إلى يوم الدين نحمده ونستعينه رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي الحمد لله رب العالمين. Belə bir mübarək gecəni bütün dünya müsəlmanlarına, xüsusən siz əziz qardaşlarıma Allahdan istəyirəm mübarək olsun. Dünya və axirət İmam Rıza əleyhissalamın o əziz və dəyərli vilayətində sabit qədəm olaq inşallah. Əgər məclisi soyuq görürüksə, günahı özümüzdəndir ki, elanı gecələdik. Qərar idi sabah cümədə danışılsın. İnşallah sabah cümədə də danışılacaq, amma gec qərar oldu ki, axşam da İmam Rızadan ad aparaq, amma kəmiyyətin elə bir əhəmiyyəti yoxdur. Nə qədər adam olsa, biz imamımız üçün məclis tuturuq. İnşallah 5-10 kəlmə bu məscid dolu olanda da nə danışacaqsa, inşallah danışıb təhvil verərik. Allamə Cəfərinin yaxşı bir sözü var. Allamə deyirdi ki, Allah rəhmət eləsin, çox böyük kişi idi. Həddən artıq böyük alimlərdən idi. Ümumiyyətlə Allahın lütfüdür ki, bizə elə alimlər verib ki, tarix boyu. Baxın, biz ki, bu günləri namazımızı əl açıq qılırıq, namazımızda möhrə səcdə eləyirik, dəst namazda ayağımıza məhz çəkirik, yumuruq, nə bilim, azanımızda Əliyyən Vəliyullah deyirik, həccimiz düz, orucumuz düz, cihadımız düz, hamısı yerindədir. O alimlərin bizə elədiyi xidmət nəticəsindədir. Onlar qeybət dövründə İmam Zaman əleyhissalam qeybdə olduğu vaxt öz canları ilə, malları ilə xidmət elədilər ki, bu məzhəb bizə çatsın. Onların xidmətidir. Ayətullah Safi tələbələri yola salırdı, bəhs xaricdə axırıncı dərsi idi. Dedik, gedin yerlər üzə, məmləkətlər üzə, cəmaata alimlərin fəaliyyəti barədə danışın, kəraməti barədə danışmayın. Danışmayın, filan alim dağın üstündə belə elədi, dənizin üstündə belə elədi, divarın arxasına baxdı, belə gördü. Bunları danışıb cəmaatın əhvalını dəyişməyin. Cəmaata danışın, alimlər necə fəaliyyət göstəriblər. Ayətullah Bəhcət deyirdi, bir nəfər alimin adını çəkirdi, Allah rəhmət eləsin hər ikisinə. Ağa deyirdi, bu kişi, şiyə alimi 3 il öz yatağına yaxınlaşmadı. 3 il öz yatağına yaxınlaşmadı. Bu biz nə deməkdir? Yəni 3 il bu adam yatmadı. 5-10 dəqiqə gözünün acısını alırdı, dururdu, yazı pozu. Onların hesabına bu haqq olan məzhəb çatdı bizə. Allamə Cəfər o kişilərdəndir. Çox böyük əxlaq sahibi, həm elmdə, həm əxlaqda, mənəvi məqamlarda belə misilsiz şəxsiyyətlərdəndir. Allamə deyir, biz Nəcəfdə oxuyurduq. Bizim bir dənə zarafatçıl dostumuz var idi Nəcəfdə. Allamə deyir bunu. Deyir, hara çatırdı, zarafat eləyirdi. Yerli, yersiz zarafat eləyirdi. Baxın, bizim məzhəbimiz, şiyə məzhəbi zarafata önəm verir. Hədisimiz var məsumlardan ki, mömin gülər və güldürər. Özü təbəssüm əhli olar və möminlər də güldürər. Münafiq qaşqabaqlı olar, hara çatar, neyniyər? Cəmaatın qaşqabaqlı əhval-ruhiyyəsini dəyişir, qaşqabaqlı eləyər. Hədis bizə deyir, qaşqabağınızı, hüznünüzü saxlayın gecəyə, Allahın məhzərinə saxlayın. Əgər hüznün varsa, dur gecə vaxtı Allahın huzurunda o hüznü göstərginə. Gündüz Allahın bəndələrinə özü qəmgün göstərmir. Nə dərdində olsa, özü gülümsən halda göstər, təbəssüm eləyən halda göstər. Ənəs ibn Malik ki, əhl-i sünnənin 4 məzhəbindən birinin imamıdır. Ənəs ibn Malik bizim fəxrimizdir ya, bizim imamımızın müqabilində bu kişi diz qoyub oturub. Əhl-i sünnənin imamı, məzhəb başçısı. Bu deyir, mən neçə müddət İmam Sadiqin huzuruna getdim, gəldim. Nə vaxt gedirdim imamın huzuruna, gördüm imamın üzündə təbəssüm var. İmam gülümsəyir. İmam gülümsəyir. Baxın, Həzrət Əli əleyhissalama şurada irad tutuldu ya, niyə Həzrət Əli layiqdir xilafətə? O iradlardan biri bu idi ki, Həzrət Əli zarafatçıldır. Zarafatçıldır, Peyğəmbər də zarafatçıl idi da. Həzrət buyurdu, mən də zarafat edirəm, amma haqla zarafat edirəm, mənasız, yalandan, palandan danışım, güldürüm cəmaatı, belə şey yoxdur.
Bir nəfər xanım gəldi Peyğəmbərin yanına, ərindən danışmağa, nəsə sözü var idi. Peyğəmbər dedi, xanım, sənin ərin hansı kişidir? O gözündə ağ olan kişi. Dedi, ya Rasulallah, xeyr, ərimin gözündə ağ yoxdur. Dedi, xanım, niyə yalan danışsan? Hamının gözündə ağ var da. Bir dənə qarı olar, bir dənə ağ. Başladı gülməyə. Xanım gəldi Peyğəmbərin huzuruna, qoca xanım idi. Peyğəmbər dedi, xanım, sənə bir dənə söz deyim. Dedi, ya Rasulallah. Dedi, sənin kimi qocalar cənnətə getməyəcək. Elə ağlamaq istəyirdi, Peyğəmbər dedi, gözlə, Allah sizin hamımızı cavanlaşdıracaq, göndərəcək cənnətə. Bu zarafat belədir. Həqiqətlə eyni halda da qarşı tərəfin könlünü almaq. Yoxsa, şimdi bir neçə aya gəlib çatacaq da inşallah, əgər ömür olsa, aprel ayının biri. O Sovetin bəlalarından biridir ki, bu indi qalıb bu xalqın canında. Yalandan bir-birini aldadırlar, nə bilim, yalanla zarafat edirlər. Hədis bizə deyir, o şeyin ki, əslini Allah haram eləyib, onun zarafatını da haram eləyib. O şeyin ki, əslini haram eləyib, onun zarafatını da haram eləyib. Məsələn, bizim ixtiyarımız yoxdur əsl nəsəbimizlə öyünməyə. Oturaq nəslimizlə öyünək, rayonumuzla öyünək, doğulduğumuz yerlə öyünək. Şəriət bunu bizə icazə vermir. Şəriət deyir, İnnə əkrəməkum indəllah ətqakum. Öyünmək istəyən təqvanla öyün. Əsl nəsəblə öyünə bilməzsən. Bir deyir, bir də mən zarafata öyünsəm olar, şəriət deyir, olmaz. Niyə olmaz? Ona görə ki, Allah bunun əslini haram eləyib. İndi yalan da o cürdür. Necə yalan danışmağı Allah Teala haram eləyib, eyni ilə yalandan zarafat eləyəsən, qarşı tərəfi güldürəsən, Allah Teala buna icazə vermir, şəriət bu işə icazə vermir. Qadağan olunmuş işlərdən də bu. Biz görürük də, televizora baxırıq, o şəxslər özlərini nə günə qoyublar, nə qədər alçaldıblar. Baxın, fikrimiz bizə deyir ki, kişi xanım paltarı giyinə bilməz. Kişi xanım paltarı giyinə bilməz. Amma cəmaatı güldürməkdən ötürü nə cür donlara düşürlər. Nə fikirləşirlər cəmaat? Onlar giyinirlər, o işləri görürlər, təəccüblüsü ki, cəmaat da oturur, baxır onlara, onların konsertlərinə gedir, onların disklərini alır. Onlar alçaqdırlar, özlərini alçaldıblar, rəzil ediblər, qoy eləsinlər. Tarix boyu olub elə şəxslər indi də olacaq. Amma gərək biz özümüzə qiymət verək, onlara baxmayaq, onların sözlərinə gülməyək, onların hərəkətlərinə gülməyək. Xülasə zarafatın İslamda meyarı var, həddi var, nizamı var. Allamə deyir, bizim o dostumuz hara çatırdı, zarafat edirdi. Gündən bir gündə oturmuşduq Nəcəfdə mədrəsənin həyətində, gördük yenə gəldi bu. Əlində bir dənə qəzet, gəldi bizim yanımıza. Gəldi, açdı qəzeti, dedi, dostlarım, bu qəzetdə bir dənə xanım şəkli var, bu xanım dünya gözəl seçilib. Bu il dünya gözəl seçildi. 21-ci əsrin cəhalətindəndir ya. Biz baxırıq Peyğəmbərin zamanına, görürük cahil ərəb öz qeyrətindən qızın diri-diri bastırırdı. Qızın böyüməsin, ictimaiyyətə çıxmasın, mənim qeyrətim aradan gedər. Qoy diri-diri bastırım onu. Amma 21-ci əsrin modern insanı ki, həqiqətdə o cahil ərəbdən də pis gündədir, öz xanımın, öz qızın çıxardır gözəllik müsabiqəsinə, öz xanımın çıxardır, nə bilim, evlənmə verilişinə. 2-3 il əvvəl televizora baxırdıq, gördüm bir dənə kişi yaman gülür, danışır, elə sevinir. Soruşdum, bu kimdir? Dedi, bunun nəvəsi Eurovision'da qalib olub. Nəvə Eurovision'da qalib olub, özü qız nəvəsi, bu baba sevinir. Vallah bu kişi o cahil ərəbdən də betərdir, cahil ərəbdən də cahildir. Allah Peyğəmbərin xanımlarına buyurur, və la təbərrucnə təbərrucəl cahiliyyətəl uğlə. Birinci cahiliyyət dövrü kimi özünüzü bəzəyib çıxmayın, bəzənib çıxmayın. Allah birinci cahiliyyət dövrü nə deməkdir? Yəni, bunun ardı var, birincisi var, ikincisi var, üçüncüsü var. Əsrlər artdıqca biz görürük, artır. 21-ci əsr, yəni 21-ci cahiliyyət dövrü ki, o ərəbdən də betər gündədir. Allamə deyir, o göstərdi qəzeti bizə, dedi, bu xanım dünya gözəli seçilib. Dedilər ki, seçilib. Dedi, o, mənim sizə sualım var. Yəni, gəlib də zarafatı tutub gəlib. Dedi, baxın, bu xanım ki, dünya gözəli seçilib, mən istəyirəm sizə sual verim. Sizdən hansınız razısınız? Bu xanımla ömrünüz nə qədərdir, yaşayasınız? Sizə 2 dənə təklif olunur. Ya ömrünüz nə qədərdir, bu xanımla yaşayasınız, ya sizə Həzrət Əli əleyhissalamdan görüşmə icazəsi verərlər. Hansını seçərsiniz? Allamə deyir, oturmuşuq, dostlar oturub, hərəsi bir dənə cavab verdi. Bir dedi ki, mənim şahım yanımdadır, əgər burada olmasaydı, nə cavab verəcəkdim, onu deyərdim sənə. Bir dedi, Həzrət Əlinin görüşü müstəhəbdir, əqd-i müvəqqət də müstəhəbdir, ikisini də seçərəm. Hərə bir dənə cavab verdi, deyir, növbə mənə çatanda,
Dedim ki, baxmıram o qəzetə. Sənin sualın da elə məni maraqlandırmır. Amma cavab verməliyəm, o cavabın da budur. O xanımla dünya əbədi də olsa, mənə desələr ki, bu xanımla əbədi bir yerdə yaşa, ya da bir saniyə, bir ləhzə Həzrət Əlinin üzünə bax, mən onu seçərəm. Deyib, bunu dedim, çıxdım özümlə. Halım dəyişdi. Qayıtdım öz otağıma, hücrəmə, gördüm ki, ürəyim ağzımdan çıxır, narahatam. Götürdüm süpürgəni, otağımı süpürməyi gördüm, narahatam. Neynədim, gördüm, alınmır. Götürdüm ruçka vərəq ki, oturum yazım, bəlkə biraz rahatlıq taparım. Deyirlər, qələmi təzə götürmüşdüm yazmağa, Allamanın öz dediyi idi. Gördüm, əl qoyuldu çiynimə ki, Allahımı əllərin ağrımasın. Sözünün ardında deyir ki, Allamə, deyir, Həzrət Əli əleyhissalamla o gecə mənə görüş icazəsi verildi. O qədər görüşdüm ki, Həzrət Əli əleyhissalamdan doydum. Doyana qədər görüşdüm. Qayıtdım, gəldim dostlarımın yanına, əhvalatı danışdım onlara, deyir, onlar da çıxdılar özünə. O zarafat eləyənə dedilər ki, bir də belə zarafat eləmə, biz imtihandan çıxa bilmədi. Görürsən, Allah Teala tutur adamın dilindən, öz dilindən onu mühakimə eləyir. Bu kişi bunu istəmişdi, Allah qismət elədi. Gərək ehtiyatlı olaq, danışdığımız sözlərə bir qədər cavabdeh olaq. Ki, nədir? Allah Teala yoxsa bizi də öz dilimizlə, öz sözümüzlə mühakimə eləyər. Firon oturmuşdu qoşunu ilə, vəzir vəkili ilə, Həzrəti Cəbrail nazil oldu adam formasında. Dedi, Firon, mən mövlayam, ağayam, mənim bir dənə qulum var. Amma o qul itaatsiz quldur. Firon dedi, nə olsun? Dedi, sən də ki, bu məmləkətin böyüyüsən. Sənin nəzərində o qula ən yaxşı cəza nədir, ən ağır cəza nə sayıla bilər? Firon dedi, əgər o qul mənim qulum olsaydı, mənim sözümdən çıxsaydı, onu nildə boğardım. Dedi, əminsən sözü, dedi, əminəm. Yazıb peçatlaya bilərsən, dedi, bu dəqiqə. Gətirin, dediyimi yazın, möhürlüyün, verin kişiyə. Yazdılar, imzaladılar, verdilər. O ki, vaxt çatdı, Firon Həzrəti Musanı təqib elədi, Nilin ortasında idi. Su birləşəndə ki, Firon əl qol atdı, Həzrəti Cəbrail nazil oldu, dedi, Allah, özün möhürləmirsən, özün imzalanmısan, öz hökmü. O qul mənim qulum idi, halbuki mənim qulum zadım yox idi. Sual ünvanında vermişdim sənə. Sən Allahın qulusan, Allahın əmrindən çıxmısan. Özün də demişsən, mənim belə qulum olsaydı, nildə boğardım, buyur, bismillah. Odur ki, bəzən Allah Teala insanı dili ilə imtihan edir. Söz buradan gəldi ki, Allamə Cəfəri bizim məzhəbimizin fəxrlərindəndir, bizim böyük alimlərimizdəndir ki, biz gərək onların qədrin bilək, onlara qiymət verək. Cəmiyyətimiz bugün elə bir haldadır ki, bugün alim barədə söz danışmaq çox rahat bir dənə iş olur. Görsən, 3 gündə namaza başlayıb, soruşsun, qüslün, dəstəmazın elə qaydasında bilmir, deyir, filan alimin səhvi budur, filan müctəhidin səhvi budur. Müctəhid yox, filan təbliğatçının, mənbər əhlinin səhvi budur. Adama deyərlər, qardaş, nə istəyirsən bu cəmaatda? Niyə qeybətin edirsən? Əgər sən dediyin söz onun barəsində səhv olsa, qiyamətdə cavab verəcəksən ki, böhtan atmısan. Əgər düz olsa, qiyamətdə cavab verəcəksən ki, niyə o mömin qardaşın, niyə din qardaşın eybin gizlətməmsən? Alim də olsa sənin din qardaşındır da, səhvi var, gərək gizlədəsən, səhvi var, gərək örtəsən. Bax, bugün ki, biz kimin mövlud gecəsinə yığışmışıq, kimin? İmam Rıza əleyhissalamına. İmam Rıza əleyhissalamdan bir dənə hədis var, adamın belin sındırır. Aleykümselam. Adamın belin sındırır. Ağa buyurur, kim mömin qardaşının qeybətini eləsə, bizim vilayətimizdə ona pay yoxdur, getsin özünə bir dənə başqa vilayət axtarsın. O adda bizim şiyəmiz yoxdur. Uşaq vaxtı evdə hamı dalaşıb da, qardaş olanlar, bacısı olanlar hamı dalaşıb. Valideyn görsən, biraz çox hirslənəndə, nə deyir uşağa? Deyir, sən hatta mənim oğlum yoxdur, sən hatta qızım yoxdur. Belə deyirlər də, çox hirslənəndə. Amma 1 saatdan sonra, 2 saatdan sonra görürsən, hirsi soyuyur, deyir ki, elə belə söz idi, dedim. Adi adamdır da, isməti yox, bir şey yox ki, vəhyə bağlıdır qəlbi, havadan danışa bilər. Amma İmam Rıza əleyhissalam, bizim əqidəmiz budur, məsumun qəlbi bağlıdır ilahi vəhyə, ya ilahi ilhama, havadan söz danışmaz, həm Peyğəmbər, həm imam. İmam Rıza ki, dedi, filan kəsə mənim vilayətimdə yer yoxdur, məsələ bitdi, onun kitabı bağlandı. Getsin, kül götürsün, töksün başına, çıxsın, getsin cəmiyyətdən, çəkilsin dağlara,
özünə əlac qılsın. İmam Rıza əleyhissalam buyurur, hara qeybət edirsiniz? Möminin qeybətini eləyən mənim şiyyəmdir, mənim vilayətimdən çıxıb. Amma biz nəinki sadə möminin qeybətini edirik, öz mübəlliğlərimizin, öz təbliğatçılarımızın, gecəsin gündüzünə qatıb mənbər hazırlayan, biz üçün imam cəmaətlıq eləyən alimlərimizin qeybətini edirik biz. Nə cavab verəcək biz qiyamətdə Allah? Nə cavab verəcək məsumlara? Allamə Cəfəri bizim dəyərli alimlərimizdən idi ki, əvvəldə demək istədiyimiz söz bu idi. Allamənin bir sözü var, ağa buyurur ki, söhbətin əvvəlində mən 15 dəqiqə nə danışıram, özüm başa düşürəm, siz də başa düşürsünüz. İkinci 15 dəqiqəni mən başa düşürəm, mətləb ağırdır, siz başa düşmürsünüz. Üçüncü 15 dəqiqəni nə mən başa düşürəm, nə siz başa düşürsünüz. İlhamatdır ki, gəlir mənə, elə danışıram, amma başa düşən yoxdur. Biz indi Allamə Cəfəri döyürük, heç ola da bilmərik. Odur ki, söhbət 15 dəqiqə olsun, həm özümüz başa düşək, həm siz, ümid eləyəli 15 dəqiqə olub. Bir neçə kəlmə İmam Rıza əleyhissalam barədə danışaq, ağadan ad aparaq, sözümüzü təhvil verək. Bir dənə salavat zikr eləyin. Allahümmə salli alə Muhammed və ali Muhammed. Başqa məsumlar barədə nə qədər əxlaqi, mənəvi fəzilətlər bilirik, hamısını İmam Rıza əleyhissalamın barəsində yadımızda saxlayaq. Hamısı İmam Rızanın barəsində var. Amma adətən hər məsum bir dənə əxlaqi keyfiyyətinə görə, bir dənə xüsusi keyfiyyətə görə seçilib. Yəni, o hissəni, o sifəti, o xüsusiyyəti özündən nişan verə bilib. İmam Rıza əleyhissalamın bizim nəzərimizdə xüsusi keyfiyyəti, bir dənə xüsusiyyət deyəcək, inşallah bu mənbərdən bu yadımızda qalsa bəsimizdir bizim. Allah razı olsun. O da bundan ibarətdir. Biz ki 12 imamçı şiyyəyik, İmam Zaman əleyhissalama çatana qədər, onun imamətini qəbul eləyənə qədər nə qədər insan yoldan ayrılıb. Məsələn, şiyyənin qollarından var 4 imamçı, 5 imamçı. İmam Səccad əleyhissalama qədər qəbul eləyir, gəlir İmam Səccad, sonra Zeyd ibn Əli, İmam Səccadın oğlu Zeyddir imam. Qalan başqa imam yoxdur. Abala niyə imam yoxdur? Ona görə ki, qiyam eləməyib oturub. Qiyam eləməyib oturub. Bu adam başa düşməyib imam kimdir? Başa düşməyib ki, bu Allahın höccətidir. Allah desə otur, oturmalıdır. Allah desə qalx, qalxmalıdır. Əgər qalxmaq vaxtıdırsa, otursa haramdır. Oturmaq vaxtıdırsa, əgər qiyam eləsə haramdır. Dualarımızda var, Allahümmə ərrifnə höccətək. Allah höccəti bizə tanıtdır. Fə in lam tu'arrifnə höccətək dalaltu an din. Höccəti mənə tanıtdırmasan, dinimdən azaram. Tanımayıb imamı deyir, qiyam eləyən imamdır, qeyrisi imamdır. Zeydi məzhəb deyiyorlar. Bu gün Yəməndə, başqa ölkələrdə var Zeydilər. Halbuki Zeyd ibn Əli özü imamət iddiası eləməyib. O bir dənə mömin, təqvalı şəxsidir. Öz dövrünün imamının itaatində idi. Qiyam elədi, imamın əmri ilə şəhid oldu. Ondan sonra bir qrup çıxdı, dedi Zeyd imamdır. Gəlirdi, yolun yarısında gəlib, İmam Hüseynəcən gəlib, İmam Səccadəcən gəlib, ondan oyuna müvəffəq ola bilməyib. İsmaili məzhəb varımızdır bizim. Dünyada bugün 3 dənə şiyyənin qolu yaşayır. Qalanlar hamısı steroiddən çıxıb, hamısı çıxıblar sıradan. Bir Zeydi məzhəblər qalıb, bir İsmaillər qalıb, bir də Allah sayların çox eləsin, öz zamanı imamlarının vilayətinə sabit eləsin. Cəfəri məzhəbdir ki, 12 imamçı şiyyələrdir. İsmaili məzhəblər o məzhəbdir ki, deyir İmam Sadiqdən sonra İmam Kazımdır, oğlu İsmaildir. İsmail İmam Sadiqin oğlu idi, mömin, təqvalı bir şəxs idi. Ağanın sağlığında dünyadan getdi. Ağa çağırdı əshabını, dedi, oğlum dünyadan gedib. Qüsül verək, kəfən verək, aparaq dəfn eləməyə. Qüsül verdilər, kəfən verdilər. Qəbirstanlığa gedənə qədər ağa neçə dəfə qoyurdu tabutu yerə, açırdı, deyirdi şəhadət verin, bu ölüb. Deyirlər, ağa şəhadət veriyor, ölüb. Neçə dəfə axırda apardılar, qoydular qəbirə. Ki, ağa bilirdi ondan sonra nə oyunlar çıxardacaqlar. Bir qrup çıxdı, dedi, İsmail ölməyib, İsmail diridir. Bala bə İmam Sadiq dəfn elədi, axı, təqiyyə üzündən idi, dəfinzad olmadı. Ağa istədi imamı gizlətsin. Gəlib İmam Sadiqə can çatdırıb özün, ondan oyuna müvəffəq ola bilmədi. Vaqifilər var, vaqifilər. Bunu deyir ki, faydalı sözlər də yadımızda qalsın. Birdən soruşsalar Şiyə məzhəbi barədə yadımızda olsun.
Vaqiflər İmam Kazım əleyhissalama can gəliblər, ondan oyuna gedə bilməyiblər. Quran oxuyan qardaşlarımız bilir də, vəqf nədir? Vəqf nədir Seyyid? Vəqf yəni dayanmaq. Vaqifi yəni dayanan. Gəlib İmam Kazım əleyhissalama qədər ondan oyuna getməyib, dayanıb orada. Özdə çox qəribə tarixi var. İmam Kazım əleyhissalamın vəkilləri var idi 2 dənə. Cəmaatdan cəvahirət yığırdı, xümus yığırdı, vergini yığırdı, şəri vergini yığırdı. Bunlar eşitdi ki, İmam Kazım əleyhissalam dünyadan köçdü. Və ondan sonra İmam Rızadır, bunlar bilirlər, vəkildirlər də. Elan elədilər ki, ay cəmaat, İmam Kazım dünyadan köçdü, da bundan mənə imamımız yoxdur. Ta o əllərində olan xümus zəkatı yesinlər, tadasınlar. Dünyanın 5-3 manatına görə gəlirlər bir dənə məzhəb açdılar özlərinə. Xülasə Zeydisi var, Şiyənin İsmailisi var, Navısisi var, Vaqifisi var. Söz bundadır. O Şiyənin ki, əli İmam Rıza əleyhissalamın əlinə çatıb, o əl İmam Zamanın əlindədir. Diqqət edin. İmam Rızadan o yana məzhəb yoxmuzdur bizim. İmam Kazım əleyhissalamdan o yana məzhəb yoxdur. Bir adam ki, özün İmam Rıza əleyhissalamı çatdırıb, da əli İmam Zamanın əlindədir. Sabitdir. İmam Rıza əleyhissalamın vücudunun bərəkətindəndir ki, ağadan o yana məzhəb yoxdur. Bu imam barədə demək istədiyimiz bir söz. İkinci məsələ ki, ağanın xüsusi əxlaqi keyfiyyətləri barəsindədir. Bir kəlmə bunu deyim, sözü tamam eləyirəm. Hərçənd əvvəldə fikrimiz var idi, imamın vəliəhdiyi barədə danışaq. Niyə imam Məmunun vəliəhdiliyini qəbul elədi, Abbasi kimi zalim bir hökumətin vəliəhdiliyini qəbul elədi ki, vaxtı tamamdır zahirən, inşallah qalar gələn bəhsdə. 2 kəlmə ağanın əxlaqı barədə deyə sözü tamam eləyər. İmam Rızanın ləqəblərindən biri Alim-i Ali Muhamməddir. Peyğəmbər ailəsinin alimi. Niyə elə deyirlər? Ona görə ki, İmam əleyhissalam 3 günə bir dənə Quran xətm edirdi. 3 günə. Soruşdular, ağa sən bir günə bir dənə Quran xətm eləyə bilməzsən? Ağa dedi, niyə eləyə bilərəm? Və niyə 3 günə xətm eləyirsin? Ağa dedi, Quran barəsində düşünə oxuyuram deyirəm, 3 günə bir dənə Quran xətm eləyirəm. Ki, məhrəm məclisdə özümüz elə məscid əhlidir, da ərk elib deyirik. Şiyə ki, bir nəfərə imam qəbul eləyir özünə ki, alim-i Ali Muhamməddir. Bir dənə salavat zikr eləyin. Allahümmə salli alə Muhammed. Bugün biz o şəxsin məclisinə yığışmışıq ki, Ali Muhammedin alimidir. Niyə? 3 günə bir dənə Quran xətm eləyir. Təəssüf olsun, bir də təəssüf olsun ki, həmin İmam Rızanın bəzi şiyələri var, Quranı üzündən oxuya bilmir. Nə bəhanə gətiririk? Elə özümüz də elə, nə bəhanə yadımızda qalmır. Neçə dənə hərf var ərəb dili? 28 dənə. Məndən soruşsalar, elə hamımızdan soruşsalar, bir 200 nəfərin adını sayarıq. Qonşuda, qohumda, əqrəbada 200 nəfərin, 300 nəfərin hamısını tanıyırıq, adı ilə, atasının adı ilə. Nə oldu bu 28 dənə hərif? O 300 nəfər qədər də olmadı, mənim yadımda qalmadı. Və necə oldu? Əgər mən İmam Rıza əleyhissalamın şiyyəsiyəmsə, o 3 günə Quran xətm eləyirsə, mən 3 ilə heç olmasa bir dənə Quran xətm eləyim də. İmam Rızanın barəsində yazırlar, ağanın ömrü boyu heç kəs ağanı tüpürən görmədi. Heç kəs ağanı ayağını uzadan görmədi. Amma İmam Rıza əleyhissalamın şiyyəsi küçədə gedəndə adi etik normalara riayət eləmir. Görsən suyu içir, butulkanı hara gəldi, atır. Yemək yer, kağızın kuğuzunu hara gəldi, atır. Pəncərədən nə bilim zıbul kulokunu atır. Nə inir? İmam buyurur, məsumlar buyurur, Kunu duatən nas bi qeyri əlsinətikum. Cəmaatı dil üzlə çağırmayın, əməl üzlə çağırın. Demin cəmaat, mən şiyyəyim, sən də gəl şiyyə ol. Elə rəftar elə cəmaatla, özü ictimaiyyətdə elə apar, qıraqdan baxan desin ki, bu İmam Rızanın şiyyəsidir, xoş bunun halına. Bunun görünən gözəl məzhəbi var. Namazı yerində, orucu yerində, qonşu ilə rəftarı yerində, küçədə etik normalar hamısı yerində. Ki, bu məsələ axırıncı dəfə demirik elə, həmişə təkrar eləmişik bu sözü, xüsusən evdə əxlaq yerində olsun. Möminlər hamısı əlhəmdülillah ictimaiyyətdə əxlaqlıdırlar. Biz hamısını elə görürük. Niyə? İctimaiyyətdə hərə bir-birindən çəkinir, üz-üzdən utanır. Amma evdə ki, dahi həmişə gördüyü adamlar, görsən evdə o əxlaqi normalara riayət olunmur. Xanımdır, kişisinin sözündən çıxır, kişidir, xanımı ilə bədəxlaq, övladları ilə bədəxlaq. Amma gərək riayət olunsun. Mənim əgər elə əxlaqlı imamım varsa, gərək nə olsun? Mənim əxlaqım o imamı oxşasın. Özümü o imamı oxşadır.
İmamın fəaliyyətinin məsələsi inşallah Qasım ağanın şəhadət məclisində danışar. Bir kəlmə, əgər mövlud məclisi də olsa, mövludda adətən roza oxumazlar. Amma bir-iki kəlmə ağanın barəsində deyək, sözümüzü tamam eləyək. Bir nəfər alim deyir, bunu təvəssüldə oxumuşuq. Təvəssüldə yadımıza gəlir demişik. Deyir, mənim maşınım xarab olmuşdu, gəldim maşinistin yanına. Gördüm bunun yeri öz otağızadır. Xristiyan idi, nəsrani. İmam Rıza Aleyhisselamın hərəminin şəklində navoyda vurub öz iş yerinə. Soruşdum, müsəlmansın? Dedi, xeyr, nəsraniyəm. Dedim, bəs sən hara, İmam Rıza'nın şəkli hara, hərəminin şəkli hara? Dedi, sən nə fikirləyirsən, elə bilsən İmam Rıza təksizundur, İmam bizim də imamdır da. Dedim, başa düşmədim bəyim, sən İmam Rıza ilə rabitən var, ağanın ziyarətinə getmirsən, sən belə danışırsan. Dedi, nə getmirsən, elə indi də gedirəm. Özümə vaxt qoymuşam, o vaxtdan nə bir gün yubanaram, nə bir gün tez gedərəm. O vaxt çatdı gedərəm. Biz nə qədər arzu edirik, kaş olardıq Məşəddə. İndi kim istəmir? Bu dəqiqə burada Məşəddə olmaq kim istəmir? Hamımız istəyirik. Amma İmam Rıza Aleyhisselam necə özü orada qəribdir, bacısı da bizim ölkəmizdə qəribdir. Xanım həkimə orada qəribdir. Aylarla, həftələrlə görsən, bəzən olur illərlə xanımın qapısını açmırıq, ziyarətinə getmirik. Onda mən yalandan deyirəm də, kaş olardım Məşəddə. İmam Rıza'nın bacısının ziyarətinə getmirəmsə, demək Məşəddə istəmirəm. Deyir, o cavab verdi ki, bəli, mən gedirəm, həftədə, ayda özümə vaxt qoymuşam, gedirəm. Dedim, müşkülün olanda İmam Rıza'dan ala bilirsən? Dedi, niyə almıram? Elə vaxtı olmadı ki, İmam Rıza'dan müşkül ala bilməyim, hacətimi ala bilməyim. Dedim, necə alırsan? Dedim, müşkülün bir çətinə düşəndə gedirəm ağanın hərəminə, qapıdan içəri girmirəm. Çünki müsəlman deyirəm, utanıram, daxil olmuram içəri. Baxmayaraq əhli kitabam, pakam, fiqh 100 mən pakam, amma içəri girmirəm, qeyri-müsəlmanam. Dəyinirəm elə üzbəüz günbəzlə, ağa deyirəm, ağa bir cəvadı ki, sənə an verirəm cavadının ehtiramına. Hacətlə gəlmişəm, məni uzaq salm qapımdan. Bu alim deyib, dedim, birdən müşkülüm çətin müşkül olsa, sadə müşkül olmasa, onda nə edirsən? Deyib, görəndə ki, da əl hər yerdən üzülüb, onda deyirəm, ağa, sənə and verirəm qapı ilə divar arasında qalan nənövün ehtiramına. Amandır mənə qapından əli boş yola salma. İmam Rıza Aleyhisselam elə bir ağadır ki, qapısından heç kəs əli boş qayıtmayıb, heç kəs naümid, ümidsiz halda qayıtmayıb. Bugün biz də təvəssül eləyirik İmam Rıza Aleyhisselamın o kəramətli qapısına, ağana an veririk. Həm oğlu Cavadın ehtiramına, an veririk qapı ilə divar arasında qalan anasının ehtiramına. Allah'tan istəsin ki, biz ömrümüzü ağanın vilayətində sabit qədəm başa vıraq inşallah. Allahümme inna nes'aluka ve ned'uk bismikel azimel a'zam el-azzil acellil ekrem ve bi Ali ibn Musa ya Allah. Ya Allah, ya Allah, ya Allah, ya Allah, ya Allah, ya Allah. Ya Allah, ya Allah, ya Allah, ya Allah, ya Allah, ya Settar el-uyub ve ya Gaffar el-zunub. Əmmən yücibul mustarra iza da'ah ve yakşifes-suh. Allah sənə an veririk. Bu gecənin mövlud sahibi İmam Rıza Aleyhisselamın sənin yanında olan qurbu mənzilətinə. Allah biz günahkar bəndələrik, caizül xəta yox. Sənə an verir ağanın ehtiramına. Özümüzün, ailələrimizin, ata-anamızın, dünyadan köçən, köçməyən mömin bacı və qardaşlarımızın günahlarını bağışlamaqla bizə bayramlıq inayət elə. Allah sənə an verir İmam Rıza ağanın ehtiramına. Bizə minnət qoymusan, bizə o Həzrətin vilayətinə qərar vermisən. Allah minnətvi tamamlayıb ömrümüzü ağanın vilayətinə başa çatdır inşallah. Allah həyatımızı onların həyatı kimi, ölümümüzü onların ölümü kimi qərar ver. Allah nəslimizdən, ailəmizdən, sonraki nəsillərimizdən Əli ibn Əbi Talib düşməni qərar vermə. Allah sənə and verir Allahlıq və sənə and verir izzət və yer üzündə nə qədər İmam Rıza Aleyhisselamın şiyyəsi var, hamısını mənsur və müvəffəq elə. Nə qədər düşmənləri var, hamısını məhv və nabud elə. Allah çətinlikdə olan mömin qardaşların çətinliyinə fərəc ver. Allah nahaqdan, şərlə, böhtanla tutulan zindanlarda olan qardaşlarımızı başı uca öz düşmənlərinə qalib eləməklə azad elə. Allah onların düşmənlərin zəlil və məhv nabud elə. Allah onların zindanlarını Həzrəti Yusuf zindanı qərar ver. Onların azadlığını Həzrəti Yusuf azadlığı qərar ver.
Allah sənə and verir İmam Rızanın ehtiramına. Əgər qərardırsa, indi istədiyimiz hacət əvvəlkilərin təxiri ilə yerinə yetsin, biz buna hazırıq. Allah sənə and verir İmam Rızanın sənin yanında olan qürbün mənzilətinə. Allah day biz biçarə qaldıq, köməksiz qaldıq, məzlum qaldıq. Allah sərvərimiz, ağamız, Mövlamız İmam Zamanın zuhurunda təcil elə. Allah o ağanın zuhuru ilə bizə zülm eləyən zalimləri məhv və nabud elə. Allah o ağanın zuhuru ilə yer üzündə olan tamam müstəzəf, zəif insanlara nicat ver. Allah sənə and verir, Allahlığına, İmam-ı Zamanı yerin göyün bəlalarından hifz elə. Allah o ağanın zuhurunda təcil elə. Allah İmam Rızanın hörmətinə ağanın zuhurunda olan maneələri aradan qaldır. Allah bizi o Həzrətin zuhurun görüb, ağaya xidmət edib, ağaya əskər olub, ağanın gözü qabağında şəhid olanlardan qərar ver. Bicahi Muhammedin və alih və bil-Fatihəti mə'as-salavat.